Yezidin bir xidmətçisi var idi. Gecə vaxtı oturardı, Yezidə danışardı, başını qatardı. Abdullah ibn Tahir adında. Deyir, həmin gecə Abdullah ibn Tahir deyir, mən Yezidlə bir otaqdaydım. Oturmuşduq, Yezid üçün danışırdım. Dedi, Abdullah da danışma, istəyirəm yataq. Deyir, danışmadım. Yezid başını qoydu, yatdı. Deyir, Yezid İmam Hüseyn ağanın kəsik başını bir sininin içərisində qoymuşdu qabağa. İxlas.biz Yüzü açıq idi İmam Hüseyn ağanın kəsik başını. Deyir, Yezid yatandan sonra mən başa baxdım. Dedim, Yezid, Allah sənə lənət eləsin. Sən bu Hüseyn ibn Əlini bu nə haldı salmışsan? Deyir, bir də onda gördüm ki, çöldən ağlaşma səsi gəldi. Elə ağlaşma ki, bədənimə lərzə düşdü. Deyir, bir də baxdım, gördüm, İmam Hüseyn ağanın mübarək gözlərindən yaş gəlir. Qalxdım ayağa, çıxdım eyvana, gördüm bir qızdır, yığışıblar başına, hamı ağlayır. Dedim, kimdir o qız, nə istəyir? Dedilər, Rüqəyyədir, İmam Hüseyn ağanın 3 yaşlı balası. Nə istəyir? Rüqəyyə həmin vaxt yuxu görüb yuxudan ayılmışdı. Yuxuda gördü ki, İmam Hüseyn ağanla görüşür. Ayıldı, başladı atasını çağırmağa. Bildilər ki, atasını yuxuda görür. Deyir, hey atasını çağırırdı. Yezid bu vaxt oyandı yuxudan. Dedi, nə baş verir? Dedi, Hüseynin qızıdır, atasının başını sıxır. Dedi, o başın üstünə bir dənə dəsmal atın, aparın, qoy səsin kəsin. Deyir, kəsik başı gətdilər, qoydular xanım Rüqəyyənin qabağına. Xanım Rüqəyyə üzün tutdu bibisi xanım Zeynəbə, dedi, bibican, mən yemək istəmirdim, mən atamı istəyirdim. Xanım Zeynəb buyurdu ki, bala istədiyin dəsmalın altındadır. Deyir, xanım Rüqəyyə o balaca dodaqları gətirdi, qoydu İmam-ı Hüseyn ağanın üzünə və bu sözlərlə dedi, bir zibholunan baş mənə mehman gəlib əmmə, dərmansız olan dərdimə dərman gəlib əmmə, min canım ola bu başa qurban edərəm mən, hər qədri mənə naz edən nazın çəkərəm mən, açmır gözünü, atsa gözündən öpərəm mən, öpdükcə gözündən deyərəm can gəlib əmmə, bu rəs-i mütəhhərdə bibi nur-i xuda var, min dərdə bunun bir ləb-i ləlində dəva var, heyf olsun axır qani, dodağında yara var, qandan gül atıb ləbləri xəndan gəlib əmmə. Əmmə, bu gecə külbəm olub rovzə-i rizvan, tarik evimi rovşən edib tələt-i cana, məşuqə gərək aşıq edə canını qurban, indi edərəm canımı qurban, gəlib əmmə. Bu sözlər ilə atasına başladı şikayət eləməyə. Atasına şikayət eləyəndə dedi, atacan, alnın salamat idi, saqqalın niyə belə qırmızı rəngə boyanır? Ayağın göstərir, deyir, ata bax ayağıma, taziyanələrdən qaralır, bax qollarıma, taziyanələrdən qaralır. Sənsiz baba, hər ləhzə işim ahu fəqandır, hər ləhzə vüsalım mənə min ləzzəti candır, şikayət edir. Deyir, çox ağlamışam, and ola öz canına baba, əşkim qutarıb gözdən axan dildəki qandır, mən salmamışam damən vüsalın ələ asan, bu vüslətə bais bu həmən ahu fəqandır,
çarə qəmi hicranə tapam, nalədə gördüm, bildim ki məni nalə bu qəmdən qutarandı. Nalə gücünə qatil əlindən başını aldım, yoxsa belə müşkül çətin asan olunandı. Gəlməzdi gümanım, gecə yari, gələ yarım. Xanım Rüqəyyə bu dillər ilə oxşuyur atasına. Deyir, gəlməzdi gümanım, gecə yari, gələ yarım. Yüz şükür ola Allah'a, yatan bəxtim oyandı. Viranəyə xoş gəlmisən ey qibləyə eşqim, bu gəlməyin ilə başım ol ərşə dayandı. Dedi atacan, hey çağırdı, oxşadı, ağladı, bir də gördülər ki səsi qət oldu. Xanım Zeynəb durdu, götürdü, götürən də gördü, danıb sırtladı. Dedi, yezirdi, quslu verən gəlir. Quslu verən gəldi, istədi xanım Rüqəyyəyə quslu verdi. Dedi, əsirlərin başçısı kimdir? Xanım Zeynəb dedi, nə işdir? Dedi, bu qız hansı xəstəlikdən dünyasını dəyişir? Dedi, xeyr, bu xəstə olmuyor. Dedi, bəs bu qara ləkələr nədir bunun ayaqlarında, bədənində? Xanım buyurdu ki, o taziyanədəndir. O qədər taziyanə vurublar bu uşağa, ondan qaralır. Deyir, gətirdilər onu, həmin xarabalıqda dəfn elədilər. Və Şamdan çıxdılar. Bu günlər Kərbəlaya gəlib çatan günləri idi. Bəşir adında bir nəfər karvanbaşı qoymuşdu Yəzid. Dedi, bunları hörmətlə, ehtiramla aparın Mədinə şəhərinə. Mədinə şəhərinə gələndə, bax bu günlər gəldilər, Kərbəladan keçdilər. Kərbəladan keçəndə, dedilər, artıq yaxınlaşırdılar. Dedilər, Bəşir, icazə ver, şəhidlərimizi ziyarət edir. Bəşir, karvanın üzün dolandırdı Kərbəla səmtinə. Gəlirlər, xanım Zeynəb deyir ki, artıq şəhidlərin məzarına yaxınlaşırıq, soruşdular xanım, hardan bildin? Dedi, qardaşım Hüseynin ətri gəldi, oradan bildin. Gəldilər, oxşuyurlar, ağlayırlar. Ümmü Gülsüm bir tərəfdə, İmam-ı Səccad ağa bir tərəfdə, xanım Zeynəb bir tərəfdə, hərə bir dili ilə oxşuyur, ağlayır İmam-ı Səccad. Amma xanım Zeynəbin orada bir sözü var idi, çox yandırıcı söz idi. Xanım Zeynəb buyurdu ki, Hüseyin, balalarımı əmanət vermişdir mənə, hamısını səlamət qaytarmışam. Ama qardaş məni əfv elə, ama qardaş məni bağışla, bir dənə şirin dilli qızım Rüqəyyəsiz gəlmişəm sənin qəzin. Salalə Resulullah alə davullah. وسيعلم الذين ظلموا أي منقلب ينقلبون